Diqqətli olun, aldanmayın. Dəri effekti istəyənlər bu videonu sona qədər izləsin. Qardaş tiktokerlərin pul qarşılığında güya ucuz adı ilə reklam etdikləri aldadıcı reklamlara inanıb gedib başqa yerdə saç qoydurub. Qardaş deyir məni 150 manat adı ilə çağırıb, mənə hal-hazırda başımda olan saçı göstərib, qiyməti 650 manatdır. Gəl sənin üçün bunu tətbiq edək dedilər. Qardaş deyir, soruşdum ki, siz axı məni 150 manat adı ilə çağırmısınız. Ondan indi yoxdur, məsləhət deyil, təbii saç deyil, pişik tüküdür. Amma istəyirsənsə gətirə bilərik demişdilər deyirdi qardaş. O saçı nə qədər istifadə etdimsə başımda qırışlar verdi. Niyə elə olduğunu soruşanda da sənin başında əyrilik var, problem səndədir dedilər. Qardaşa həmin yerdən eyni problemlə bizə müraciət edən 100-dən çox müştəri olub. Onların heç birinin başında problem və yaxud da əyrilik olmuyor. Protez saç başın anatomik ölçüsünə uyğun olmadığı və ya qustar üsulundan hazırlandığına görə başda qırış verir. Sənin başında heç bir problem yoxdur dedim. Çox təbii görsənir, sanki öz dərimdən çıxır. Bax indi mənim eyni ilə tökülməmişdən əvvəlki saçlarım kimi oldu